Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, Allah Resulü sallallahu aleyhi ve sellem sirasını və 12-ci dərsdə bugün deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin əmsi Abu Talib deyir. وَمَا أَبُو طَالِبْ فَهُوَ الَّذِي تَوَلَّى تَرْبِيَةَ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem min ba'di cəddihi kəmə təqaddəm. Və Abu Talibə gəldikdə deyir, Allah Resulü sallallahu aleyhi ve sellem tərbiyəsi ilə məşğul olur babasının vəfatından sonra, necə ki yuxarıda ötdü bu barədə məlumat. وَرَقَّ عَلَيْهِ رِقَّةً شَدِيدَةً وَكَانَ يُقَدِّمُهُ عَلَى أَوْلَادِهِ. Və onun üçün, yəni ona qarşı çox lütfkar idi, hətta öz övladlarından da üstün tuturdu onu. قال الواقدي قال أبو طالب من سنة قام أبو طالب من سنة 80 من مولد رسول الله صلى الله عليه وسلم إلى سنة 10 من النبوة أي 43. El-Vakidi rahimehullah deyir ki, Abu Talib Allah Resulü sallallahu aleyhi ve sellem 8 yaşından ta ki onun peyğəmbərliyinin 10-cu ilinə qədər onun hələ ki himayəsində durmuşdu. Yəni 43 yaş, 43 il daha doğrusu. 43 il yəni ona himayəçilik eləyib, 43 il. O yahutuhu və yaqumu bi əmrihi, onun işlərini yerinə yetirir, onu qoruyur, onu müdafiə edir. Ona qarşı, yəni lütfkar rəftar edir. Və qalə Abu Muhammed ibn Qudamə və Abu Muhammed ibn Qudamə rahimehullah buyurur ki, kənə yuqirru bin nubuvvətin nəbi sallallahu aleyhi və səlləm və ləhu fi zəlikə əş'ar. Və deyir ki, Abu Muhammed ibn Qudamə rahimehullah deyir, o deyir, Allah Resulü sallallahu aleyhi və səlləm peyğəmbərliyini belə iqrar edirdi, hətta bu barədə şeirləri belə yazmışdı. Lakin əbə ən yudinə bizəlikə xəşyətəl-ər. Lakin bu dinə girməkdən çəkindi, yəni qınaqdan qorxaraq. Və ləmmə hədarathul vəfət və ölümü yaxınlaşdıqda dəxələ aleyhi Rasulullah sallallahu aleyhi və səlləm və innəhu Əbu Cəhil və Abdullah ibn Əbi Umeyyə və deyir, ölümü yaxınlaşanda Allah Resulü sallallahu aleyhi və səlləm yanına girir. Həmin vaxtı yanında Əbu Cəhil və Abdullah ibn Əbi Umeyyə olur. Fəqal və deyir ki, ya əmmi qul la ilahe illallah kəlmətən uhəccu ləkə bihə indallah. Ey əmim, la ilahe illallah de ki, bu kəlmə ilə Allah qatında sənin üçün müdafiəçi olum. Fəqalə ləhu, yəni o ikisi də, yəni Əbu Cəhillə Abdullah ibn Əbi Umeyyə qayıdırlar, deyirlər ki, ətərğabu ən milləti Abdülmuttalib, Abdülmuttalibin dinindən mi üst çevirəcəksən? Fələm yezəl sallallahu aleyhi və səlləm yuraddiduhə aleyhi. Və Allah Resulü sallallahu aleyhi və səlləm o zamandan, yəni dəfələrlə onu dəfələrlə onu la ilahe illallaha çağırır və bunlar da əksinə, yəni dəfələrlə onu öz dinlərinə çağırırlar. Nəhayət sonuncu kəlməsi nə olur? Deyir ki, mən deyir Abdülmuttalib dininin üzərindəyəm. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm, o zaman Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ləstəğfiranə ləkə mələm unha ank. Sənin üçün Allahdan istiğfar, bağışlama diləyəcəm, nə qədər ki, bu mənim üçün qadağan olunmayıb. Və bu haqda Allah Taala bu ayəni nazil edir. Tövbə surəsi 113-cü ayə. Allah Taala buyurur: "Mə kana lin-nəbi vəl-ləzina amanu an yestəğfiru lil-müşrikin və law kanu uli qurba min ba'd ma təbəyyənə lahum annahum ashabul cəhim." Deyir, nə peyğəmbərə, nə də ki iman edənlərə deyir, yaraşmaz ki, müşriklər üçün bağışlanma diləsinlər. Hətta yaxın qohumları olsa belə, nə vaxt ki onlara deyir, aydın olandan sonra ki, bunlar, yəni bu müşriklər cəhənnəm əhlidirlər. Və həmçinin Allah Taala bu ayəni nazil etdi, Qasas surəsi 56-cı ayəni, İnnəkə lə təhdi mən əhbəbtə və ləkinnəllahi yəhdi mən yeşə. Sən deyir, istədiyini deyir, hidayət edə bilməzsən, sevdiyini hidayət edə bilmərsən, yəni qohumlarından. Və ləkinnəllaha, lakin Allah deyir, istədiyini hidayət edir. Sonra deyir ki, xalləfə Əbu Talib ərbəətə zukurin və ibnəteyn və Əbu Talibin deyir, Əbu Talib özündən sonra 4 oğul, 2 qız qoyur gedir. Oğulları Talibdir, Aqildir, Cəfərdir, bir də Ali radiyallahu anhudur. Və beynə kulli vahid 10 sinin və hər birisinin arasında, yəni yaş
arası 10 yaşdır. Yəni Talib 10 yaş sonra Aqil, 10 yaş sonra Cəfər, 10 yaş sonra Ali radiyallahu anh. Və Talib əsənnuhum və ən böyüyüdür Talibdir. Yəni Abu Talib onun ləqəbi ondan götürülür, böyük oğlundan götürülüb. Ondan sonra Aqil, sonra Cəfər, sonra da Əli. Amma Talib fəxrəcəhul Talibə gəldikdə onu deyir Bədrə, deyir müşriklər hələ ki qeyri-ixtiyarı özünün yəni ki izni olmadan da yəni mecburi çıxartdılar. Fələmən həzəməl kuffar və kafirlər deyir yəni məğlub olanda yəni Talibi axtardılar, tapa bilmədilər. Nə ölülərin içində çıxdı, nə də ki əsir tutulanların içində çıxdı. Heç Məkkəyə qayıtması da bilinmədi və ona görə sonucu bilinmədi bunun. Yəni Talibin, birin böyük oğlunun. Aqilə gələndə isə həmin dövrdə düşür əsir. Əsir düşür həmin günü, yəni Bədir günü. وَلَمْ يَكُنْ لَهُ مَالٍ və deyir, heç mal, mülki zadı olmur ki, əsirdən özünü xilas eləsin, çıxartsın. Onun əmisi Abbas onu çıxardır oradan. Əsirlikdən, yəni pul verir, çıxardır. ثُمَّ رَجَ ilə Məkkə, sonra qayıdır Məkkəyə. فَأَقَامَ بِهَا ilə sənə səminə və Məkkədə deyir 8-ci ilə qədər qalır. Ondan sonra Mədinəyə hicrət edir. Yəni Aqil. Fəşəhidə Mu'tə döyüşünün iştirakçısıdır, qardaşı Cəfərlə. Və huvəl-ləzi sonra deyir ki, وَاسْتَمَرَتْ كِفَالَةُ Abu Talib li Rasulillahi sallallahu aleyhi ve sellem kəmə zəkərnə və deyir Abu Talib Allah Resulü sallallahu aleyhi ve sellemin deyir himayəsində deyir, davam edir yuxarıda zikr etdiyimiz qədər. Fələmmə bələğə isnətəyi aşrə sənə və 12 yaşına gələndə və başqa rəvayətdə keçir 9 yaşına çatanda xaraca bihi Abu Talib ilə Şəm. Abu Talib onunla Şama çıxır səfərə, ticarət üçün. Fəra, yəni yolda Bəhirə adlı rahibə rast gəlirlər və əmr edir əmisinə ki, yəni məsləhət verir əmisinə ki, onu deyir Şama tərəf aparmasınlar, qorxaraq ki, yahudilər var orada, ona görə. Yəni yahudlar bilərlər bunun halını. Yəni rahib bilir kimdir bu. Ona görə deyir, məsləhət görür ki, Şama aparma. Ona görə qaytarır əmisi onu deyir, yəni yanındakı uşaqlarla Mədinəyə təzədən. O vaqafi Tirmizi və Tirmizidə keçir belə bir rəvayət ki, ənəhu bə'əsə məhu Bilalən. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmlə bərabər Bilalı göndərir, lakin bu deyir, yəni böyük bir səhvdir, çünki Bilal həmin dövrdə heç doğulmamışdı. Sonra deyir, yəni Şamdan qayıdışı və Xədicə radiyallahu anhə ilə evlənməsi. Xurucuhu ilə Şam, yəni Şama gedir. Fələmmə bələğə Rasulullah sallallahu aleyhi ve sellem 25 sənə və Allah Resulü sallallahu aleyhi ve sellem 25 yaşına çatanda Şama gedir ticarət üçün, yəni Xədicə radiyallahu anhə üçün ticarət edir. Və yanında yəni uşaq olur, Meysərə adlı. Gəlib çatırlar Busraya, Busra adlı şəhərə. Sonra qayıdır və onun ardınca, yəni qayıdışında evlənir. Xədicə bint Xuveylid radiyallahu anhə ilə. Və hiyə əvvəl imraətin təzəvvəcəhə. Və ilk deyir qadındır, Allah Resulü sallallahu əleyhi və səlləm evləndiyi. Və əvvəl imraətin mətət min nisəihi və qadınlarından ilk ölən qadını da odur. Və ləm yunkih aleyhə qayrəhə. Onun üstünə heç bir qadın almamışdı. Və əmərəhu Cibril və Cəbrail əleyhissalam əmr etmişdi ki, ən yəqra aleyhəssələm min Rabbihə, Rəbbindən ona salam oxu, yəni Xədicə radiyallahu anhəyə və onu deyir, yəni cənnətdəki evlə müjdələ, yəni qızıl sapdan toxunmuş parça, üzündə parçası ilə. Sonra Allah Rəsulü sallallahu əleyhi və səlləm ibadətə qapanır, yəni o da Hira mağarasında. Sonra o tənhalıq onun üçün sevdirilir həmin ərəfələrdə və Rəbbinə ibadət edir. Yəni ibadət ondan ibarət olur daha çox ki, təfəkkür edir. Yəni düşünür, yəni Allahın təvhidi barəsində, yəni qövmünün şirki barəsində. Fəkənə yaxlu fi biğari Hira yetəəbbadu fihi və orada deyir, yəni onun üçün deyir bütlər deyir nifrət etdirildi, yəni qəlbinə nifrət düşdü bütlərə və o dinə qarşı, qövmünün dininə qarşı. Fələm yəkun şey əbğada ileyh min zəlik və bundan daha deyir çirkin onun üçün bir şey yox idi. Yəni o bütlər və onların dini. Və Allah Taala onu gözəl şəkildə yəni yetişdirir
Hətta kənə əfdəli qavmihi muruatan, ta ki deyir öz qövmündə ən deyir, yəni üstünü olur. Mürvət cəhətdən, həm gözəl əxlaq cəhətdən, həm yəni ətrafında ən izzətli və yəni hilmdə ən böyüyü və ən doğru danışan və əmanəti də ən çox qoruyan. Ona görə də bu ləqəb alır, Əmin adlı ləqəb alır. Yəni əmanəti qoruyan. Ləmmə cəməllah, çünki Allah Taala onda yəni bu cür salih hallar və gözəl, yəni razı qalınan xislətlər toplamışdı. Yəni bir araya gətirmişdi. Sonra müəllif gətirir Benəl Kəbə, Kəbənin tikilişi. Yəni ləmmə bələğə Rasulullah sallallahu əleyhi və səlləm 35 sənə və Allah Rəsulü sallallahu əleyhi və səlləm 35 yaşına çatanda qamət Qureyş fi Benəl Kəbə hin təda'dat, Kəbə deyir evi dağılmışdı həmin dövrdə, yəni dağılırdı, tökülürdü. Və Qureyş qərarı gəlir ki, tikməyə, onu təzədən bərpa etməyə. Allah Rəsulü sallallahu əleyhi və səlləm həmin dövrdə 35 yaşı olub. Qalə əhlü siyar, siyar əhli, yəni siyar nədir? Sira əhli də, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin sirası barəsində yazanlar deyirlər ki, kənə əmrul beyti bəd İsmail əleyhissalam ilə vələdihi. Yəni beyt, yəni Kəbəni idarə edən İsmail əleyhissalamdan sonra onun övladı olub. Ondan sonra Cürhum qəbiləsi, necə ki bundan qabaq danışdıq, Cürhum qəbiləsi zəbt eləyir oraları. Yəni onların əllərində olur və onun hörmətinə deyir, yəni qarşı çıxırlar. Yəni Kəbənin hörmətinə qarşı, onun yəni orada olunan hədiyyələri qarət edirlər. Ora daxil olanları zülm edirlər, yəni Məkkəyə. Bir sözlə Cürhum, yəni orada yəni haqsızlıqlar etdiyinə görə dalıcan Xəzə adlı qəbilə onlara qalib gəlir, əllərindən alır. Xəzə qəbiləsi, yəni Kəbə evini idarə edir. Lakin 3 məsələ var ki, bu Mudar adlı qəbiləyə məxsus olur. Onlardan birincisi Əl-icazə bin nəs min Ərəfə ilə yevmil həcc ilə Muzdəlifə. İcazə vermək. Yəni Arafadan həcc günü Muzdəlifəyə getməyə icazə verir, yəni Mudar qəbiləsi. Yəni o da Suffa əhlinə aiddir. Yəni Suffa indiki o Suffadan söhbət getmir, yəni qəbilənin adıdır. İkincisi İfada min cəm. İfada yəni nədir? Muzdəlifədən tavafa doğru Qurban günü də, yəni Qurban günü yəni həcc edənlər bilirlər. Yəni Minaya daha doğrusu Minaya gedir Qurban kəsməyə. Yəni bu kimə məxsus idi? Yezid ibn Udvan, ondan sonra da və kana axir men valiyə zalik minhu Abu Seyyara və sonuncuda da yəni Abu Seyyaradır. Yəni idarə edən. Yəni övladlarına keçə-keçə gəlir çıxır ona. Və üçüncü məsələ İnsaul əşhurul hurum. Haram aylarının nisiyəyə çevirməsi. Nisiyə bu ayələrdə keçir. Yəni haram ayların nisiyə etməsi nə deməkdir? Nisiyə, insə. Yəni nisiyə bildiyimiz nisiyə yoxdur. Yəni bu müşriklərdə cahiliyyə dövründə haram aylarını öz keyflərinə uyğun, öz siyasətlərinə uyğun vaxtlarını dəyişmələr var idi. Yəni haram aydı deyək ki, Məhərrəm aydı. Gəl bu ayı haram etməyək. Burada döyüşək, yəni haram olan şeylərə burada eləyək. Sonra haram ayını keçirdərik o buraya. Yəni buna deyirlər nisiyə etmək də, nisiyəyə yazdırmaq. Aydındır. Bu da yəni 3-cü qəbiləyə məxsus idi. Yəni bu cürlə haram aylarını dəyişmək. Və kana ilə racul min Bəni Kinanə. Bəni Kinanə qəbiləsindən bir kəsə aid idi. Adı Xuzeyfə idi. Thumma sara ilə Cunadə ibn Avf. Sonra Cunadə ibn Avfa keçir bu. Yəni üstünlük. İbn İshaq rahimehullah bildirir ki, ləmmə bələğə Rasulullah sallallahu əleyhi və səlləm 35 və Allah Rəsulü sallallahu əleyhi və səlləm 35 yaşına yetişəndə Cumiyat Qureyş libunyanil Kəbə. Qureyş deyir toplaşır Kəbəni tikmək üçün. Və kanu yehimunu bizalik liyaskafuha və istəyirlər ki, Kəbənin o zaman yəni damı olmur. İstəyirlər ki, ona bir dam qoysunlar. Lakin onu dağıtmağa da qorxurlar. Və innəmə kənət radmən fawqal qamə. Həmin dövrdə Kəbə yəni qaya daşlardan ibarət idi. Yəni biraz boy verirdi, boydan biraz hündür idi. Yəni çox hündür değildi, damı da yox idi.
Və əradu raf'əhə və istəyirdilər uzaltsınlar, həm də üstünə dam qoysunlar. Və zəlikə ənə qavmən səriqu kənzəl Kəbə. Bu nəyə görə? Kəbə bugündə idi. Çünki yəni onun oradakı olan hədiyyələri qarət etmişdilər. Hansı ki Kəbənin ortasında quyuya atılırdı o şeylər, hədiyyələr. Həmin o hədiyyələri qarət etmişdilər. Və kənəl bəhr qad ramə səfinətən ilə cüddətin li racul min təcir Rum. Və bir yandan da dəniz deyir, bir gəmi batırır Ciddə tərəfdə, hansısa Rum tacirlərindən birinin olur və tikə-tikə olur, onun taxtasından həmin o damı hazırlamaq istəyirlər. Gedirlər oradan yığırlar, halbuki o damı verirlər, o taxtanı verirlər Qibti bir dülgərə. Qibti yəni Misirlidə, yəni o düzəldir, yəni bunları abra gətirir, yəni dam üçün hazırlayır. Və kənət heyyətun, sonra orada bir yəni ilan olur. Quyudan çıxan həmin o hədiyyələr kar atmırlar Kəbədəki. Həmin ilan mane olur da, yəni çıxır Kəbənin daşının üzərinə, hasarının üzərinə və günün altında oturur və yaxınlaşana da, yəni insanlar da qorxurlar bundan. Yaxınlaşana da başını qaldırır, başlayır ilan neynir? Yəni hədəliyir də, yəni ağzını açır. Və beynəmə hiyəzət və bu günlərlə belə davam edir. Yəni çıxır, oturur hasarın üstündə, yəni hamı da qorxur bundan. Yəni özünü günə verir. Hasarın üstündə, Kəbənin hasarında. Allah Taala bir quş göndərir, onu götürür, aparır. Quş onu götürür, aparır. Fəqalət Qureyş, o zaman Qureyş deyir ki, İnnə lənərcu ən yəkunəllah qad radiyə mə aradnə. Biz ümid edirik ki, Allah Taala deyir, bizim istəyimizə razı qalıb. Yəni Kəbəni tikməyə Qureyş deyir, bu qərara gəlir. Yəni bizdə deyir, yəni buna edən gücü var, taxtalarımız da var. Və bir dənə ilan qalmışdı, onu da Allah Taala deyir, bizdən deyir, onu qurtardı. Yəni qurtulduq ondan. Fələmmə əcməu əmrahum fi hədmihə və bənəihə. Və fikirlərini toplaşdırırlar. Deyirlər ki, dağıdaq, sonra tikək. Abu Vahb İbn Amr İbn Ayz Əl-Məxsumi qalxır ayağa, Kəbənin daşlarından birini götürür. Daş əlindən atlanır, tezdən qayıdır öz yerinə. Deyir ki, ey Qureyş toplusu, həmin bu Abu Vahb deyir ki, ey Qureyş toplusu, La tadkhulu fi bunyanihə min kəsbi la tudkhilu fi bunyanihə min kəsbihim illə tayyibə. Bunun tikilişinə yalnız deyir, yəni halal malınızdan deyir daxil edin. Deyir ora deyir, yəni fahişə mehri, nə bilim ribadan alınan, yəni hansı insanları zülm edən bu şeylərdən almayın. Yəni görsən o vaxtda belə şeyləri riayət ediblər hətta. Ki, yəni Kəbənin yəni halal yolla tikək. Sonra Qureyş yəni Kəbənin tikilişində yəni hissələrə bölünür. Yəni bir qismi, yəni o qapısının yarısını yəni boyun olur. Bəni Abdülmanaf Zuhra qəbilələri və mə beynə ruknil əsvad vəl yəməni li bəni Məxsum. Qara daşla Yəmən küncünün arasını isə Bəni Məxsum götürür və başqa qəbilələr də bunlara birləşir bu işdə. Və kənə zahrul Kəbə, Kəbənin ortası isə Bəni Cumh və Bəni Səhmə aid olur. Və kənə şikkul həcər hicr. Hicr, yəni İbrahim Əleyhisselamın yeri də Hicr. Yəni Hicr yerinin yarısını isə Bəni Abduddar götürür. Bəni Əsəd İbn Abdülüzza, bir də ki Bəni Uddi, Bəni Adi və huvə Əl-Hutaym, yəni ona Hutaym deyilir. Thumma inna nas habu hadmaha, sonra insanlar yəni qorxurlar bunu necə dağıdaq, yəni Kəbəni necə dağıdaq. Valid ibn Muğirə durur, deyir ki, mən birinci başlayacağam dağıtmağa və götürür külüngü, başlayır vurmağa. Deyir ki, ey Allahım, yəni qorxuzma, bizi azdırma, yəni dualar edir ki, innə lə nuridu illəl xeyr, biz yalnız xeyr istəyirik bu işlə. Thumma hədmə min nəhiyyəti rukneyn, sonra iki rükün tərəfdən, iki künc tərəfdən başlayır dağıtmağa və insanlar gözləyir, bir gecə gözləyək, görək nə olur, başımıza bir müsibət gəlməsə, yəni hələ heç nə dağıtmayaq. Və gözləyirlər, səhər dururlar, görürlər ki, öz qaydasındadır. Və illə fəqad radiyallah, yəni əgər belə olsa, öz qaydasında olsa, demək ki, Allah Taala bizim etdiyimizə razıdır.
Və səhər deyir, valid durur, ən birinci, yəni səhər tezdən başlayır öz əməlinə, dağıdır, yəni və insanlar da bununla bərabər başlayır dağıtmağa. Dağıdırlar, gəlib çatırlar, yəni əsasına, yəni fundamentinə, hansını ki İbrahim əleyhissalam qoymuşdu, bu fundamenti. Çatırlar o yaşıl daşlara, yəni o yaşıllaşmış daşlara çatırlar, hansı ki bir-birinə bağlanıb, köynədən qalıb. فَأَدْخَلَ بَعْدُهُمْ أَتَلَ بَيْنَ الْحَجَرَيْنِ və bəziləri yəni lomu salır, yəni iki daşın arasına, o yaşıl daşların arasına, yəni İbrahim əleyhissalam fundament qoyduğu fundamentə ki ayırsın o daşı. Həmin daş sirkələnir və bütün Məkkə hamısı içindəkilərlə hamısı sirkələnir. O zaman dayanırlar, yəni bu növrədə dayanırlar ki, yəni bundan o tərəfə sökmək olmaz. ثُمَّ إِنَّ الْقَبَائِلَ مِنْ قُرَيْشَ جَمَعَتْ الْحِجَارَ لِبِنَائِهَا sonra yəni Qureyşdən deyir, yəni toplu qəbilələr, yəni ayrı-ayrı qəbilələr daşlar toplayırlar. Hər qəbilə ayrı-ayrı özləri üçün daşlar toplayır ki, yəni bunu biz tikəcəyik, bu bizim daşlardır. Hətta bələğəl bunyan mavdəl həcəril əsvad, sonra tikiliş gəlir çatır qara daşa. Burada düşür bunların ixtilafı ki, qara daşı kim qoyacaq? Hətta qan, qitəl, yəni döyüş vəziyyətinə gəlir, düşmənçilik vəziyyətinə gəlir, çıxır vəziyyət. Hətta Bənu Abduddar bir kasa gətirir, içini qandan doldurur, ətləşirlər ki, yəni bu qırğın salacaq da, yəni belə bir şeylər çıxardırlar. Son nəticə, yəni Qureyş bunun üzərində 4 gecə qalır və yaxud 5 gecə qalır. Ondan sonra toplaşırlar məsciddə, müşavirə edib, yəni bir araya, bir ortaq məxrəcə gəlirlər. Fəzəmə bə'du əhli rivay, bəzi rəvayət əhli belə qeyd edib ki, güya ki, Ənnə Əbə Umeyyə ibn Muğira ibn Abdullah ibn Amr ibn Məxsum əl-Məxsumi deyilən bir kəs həmin dövrdə Qureyşin ən yaşlısı idi. Yəni Əbu Umeyyə ibn Muğira ibn Abdullah ibn Amr ibn Omar ibn Məxsum. Və qalxır deyir ki, İc'əlu beynəkum əvvələ mə yədxulu min bəbil məscid. Yəni, ixtilafı qoyaq qırağa, ilk qapıdan kim keçəcəksə məscidə, yəni bu işi ona tapşıraq. Hamısı razılaşır, deyirlər ki, fəkənə əvvəl mən dəxələ Rasulullah və görürlər ki, ilk daxil olan Allah Resulü sallallahu aleyhi ve sellem olur. Fələmmə rəuhu, bunu gördükdə deyirlər ki, bu əmindir, biz bundan razıyıq, bu Muhammeddir. Yəni, hamısı razılaşır bu ilə. Fələmmə intəhə iləyhim əxbəruhu əl-xəbərə və içəri girəndən sonra ona belə bir xəbəri bildirirlər. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bir paltar gətirin, yəni bir parça gətirin. Fəhutiyə bihi gətirilir. Fəəxəzə ər-ruknə fəvədəhu fihi biyədihi. Və götürür qara daşı, yəni ki, qoyur onun üzərinə. Thumma qal. Sonra deyir ki, lətəxuz kulli qabilətin binəhiyyəti minəs-sawb. Hər qəbilə deyir, bu deyir parçanın deyir tinindən tutsun, sonra hamısı birdən qaldırsın. Və bunlar da belə edirlər. Hətta izə bələğu bihi mavdəhu, gəlib çatır öz yerinə, hara ki qoyulmalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem özəlliyi ilə qoyur onu və başlayırlar tikməyə. Və kən Resulullah sallallahu aleyhi ve sellem yanqulu məhu əl-hicara. Və Allah Resulü də onlarla bərabər başlayır daşımağa, yəni Kəbənin tikilişinə. Və kənu yərfəuna. Onlar yəni həmin dövrdə öz alt paltarı izar deyirlər də buna. Çinlərini atırdılar ki, rahat hərəkət eləsinlər. O da elə eləyir Allah Resulü sallallahu aleyhi ve sellem. Lakin yəni o paltar ki üzünə vurur, ondan sonra ona hələ bir ki ses gəlir. Qulağına ses gəlir ki, istir əvrətək, övrətini ört və o zamandan bəri heç kəs Allah Resulü sallallahu aleyhi ve sellem daha övrətini görməmişdir. Yəni o dövrdə yəni bu ayıb bir şey deyildi, yəni edirdilər. Amma ondan o tərəfə, o sesdən o tərəfə artıq yəni övrətin yəni qorunması. Fələmmə bələğu xamsə əşrə ziraan səqqafuhu alə sittə əmudətin. Və 15 dirsək nə qədərdir? Təxmini 7-8 metr qaldırandan sonra 6 dirək üzərində damını da qoyurlar. Və kənə beyt, həmin dövrdə yəni Kəbə ya pambıq, ya katan, yəni bu kimi parçalardan toxunurdu üstünün parçası. Və ilk onu deyir, yəni atlasdan toxuyan, yəni ipəkdən toxuyan Həccac ibn Yusuf olub. Və axracət Qureyş əl-hicrə li qilləti nəfəqatihim. Və hicri,
Yəni pulları az olduğu üçün Qureyş Kəbənin daxilinə salmırlar. Ondan kənara salırlar. Və eyni zamanda da istəmirlər. Ora gücləri çatmır və kimsə ora məsələn girəndə onu da belə ittiham eləyirlər ki, ora girmək olmaz. Əslində o Kəbəyə məxsus olmalı idi. Sadəcə imkanları olmayıb deyə onu kənarda saxlayıblar. Kimsə də girəndə ittiham eləyiblər, güya ki, düzgün eləməmsən bu kimi. Fələmmə bələğə sallallahu aleyhi və səlləm 40 sənə və Allah Rəsulü sallallahu aleyhi və səlləm artıq 40 yaşına yetişəndən sonra Allah Taala onu müjdələyən, qorxudan və Allah yoluna öz izni ilə çağıran bir peyğəmbər edir və siracən munira və nur saçan bir çıraq edir. Və bu ilə kifayətlənir. Subhanakallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.